أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على سيدنا محمد وآله الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. اللهم صل على محمد و آل محمد و عجل فرجهم. Allah Tebarek ve Teala inşallah akıbet emrlerimizi hatmi bi hayr eylesin. Dünya ve ahirette bizi Muhammed Ali Muhammed'den kenara salmasın. Söhbetimizi İslam tarihinin hakkında sizi hürmetli görenlerin ve eşidenlerin hizmetine çatdırıram. Bu cəlsədə istəyirəm hicrətin 3-də vaqe olan bir hadisələrə işarə eləyəm və lazım olan tövzihatı xidmətinizə çatdıram. O cümlə mühüm hadisələrdən birisi ki, hicrətin 3-də vaqe olub ibarətdir Uhud muharebesinden ve diğer o hadiselerden birisi ki hicretin 3'ünde baş verip ve əmələ gəlib ibarətdir İmam-ı Həsən-i Muctəba aleyhisselamın anadan olmasıyla ve ayrı bir əhəmmiyyətli və mühüm hadisələrdən birisi ki, hicrətin 3-də baş verib ibarətdir. İslam Peyğəmbəri Həzrəti Muhammed ibn Abdillah sallallahu aleyhi və alihi və səlləmin izdivacı Həfsə Ömərin qızı ilə və habelə Zeynəb binti Cəhəşin qızı ilə ki, bu iki dənə də izdivac hicrətin 3-də əmələ gəlib. Amma o birinci çox əhəmmiyyətli və mühüm bir hadisə ki, baş veribdir hicrətin 3-də, o ibarətdir Uhud müharibəsindən. Uhud müharibəsinin illəti vaqe olması və əmələ gəlməsi nə idi? Nəzr oldu ki, düşmənlər, Qureyşin sərkərdələri, bütpərəslər təsmim tutdular buna ki, Mədinəyə sarı hərəkət eləyələr və gedələr Uhud dağının kənarında İslam Peyğəmbəri və onun köməkçiləri ilə, onun qoşunu ilə, müsəlmanlarla mübarizə edib və müharibə eləyələr. Demək olar, onun o cümlə mühüm səbəblərindən birisi budur ki, çün düşmən, yəni Qureyş o bütpərəslər hicrətin ikisində o Bədr müharibəsində Peyğəmbər və müsəlmanların tərəfindən böyük bir zərər və ziyana çatdılar, böyük bir zərbə onlara dəydi. Demək olar, onlar o Bədr müharibəsində hicrətin ikisində həm cani cəhətdən zərər gördülər və həm mali cəhətindən, mal cəhətindən. Odur ki, bu məsələ onların ürəyində qalmışdı və həmişə bu fikirdə idilər ki, bir günü xülasə bunun əvəzini açağın və ölülərimizin o zərər və ziyanlarımızın intiqamını İslam Peyğəmbərindən və onun köməkçilərindən, müsəlmanlardan alağın. Odur ki, Bütpərəslər təsmim tutdular
ki Mədinəyə sarı hərəkət edələr və o qanlarının əvəzini alalar. Demək olar intiqam. Odur ki, Mədinəyə getməmişdən qabaq Əbu Süfyan bütün Məkkədə elan veribdi. Qureyşə, müxtəlif qəbilələrə, xüsusən o qəbilələri ki, onlardan Bədr müharibəsində çoxlu bir əfrad-u əşxası həlak olub aradan getmişdilər. Onlara elan elədi ki, bizim təsmimimiz, hədəfimiz, fikrimiz budur ki, hicrətin 3-də intiqam unvanında Mədinəyə sarı hərəkət edib və tökülən qanlarımızın əvəzini alağın. Odur ki, belənçi bir elandan sonra Məkkədə çoxlu bir qəbilələr ki, bütpərəsləri və Qureyşi təşkil verirdi, bir yerə yığışdılar və təsmim tutdular ki, lazım olan bir qoşunu təhiyyə eləyələr, hazırlayalar və hazırlıq görələr. Odur ki, müfəssəl hazırlıq gördülər. Hudud 3000-dən artıq demək olar, 3000-dən artıq qoşun özləri üçün seçdilər. Ta o qoşunla Mədinəyə həmlə eləyələr və Peyğəmbərlə müharibəni başlayalar. Odur ki, düşmən təsmim tutdu Mədinəni, Məkkəni tərk eləyib Mədinəyə sarı hərəkət eləyə. Qureyş intiqam təsmimi ilə Mədinəyə sarı hərəkət elədi və çoxlu onların qüdrət o, qüvvət o, silahı və artıq qoşunu var idi və nəzərləri buydu ki, İslamın qoşununa Mədinədə böyük bir sədmə yetirələr, zərbə vuralar. Amma Peyğəmbər ki, onların elənçi bir təsmimindən və fikrindən xəbərdar olmuşdu, Peyğəmbər də Mədinədə elan elədi ki, Qureyşin, bütpərəslərin belə bir fikri vardı. Ey müsəlmanlar, sizə lazımdır, bir yerə toplanasınız və Mədinə içində qalmayasınız. Mümkündür, düşmən artıq bir qoşunla, əskərlə gələ şəhrin içində müsəlmanların canına, malına, namusuna sədmə yetirə, zərər və ziyan yetirə. Peyğəmbər belənçi bir elanı eləyəndən sonra Mədinədə hudud 1000 nəfər müsəlmanlardan, yəni demək olar ənsar-ı mühacirlərdən hazırlaşdılar və Mədinəni tərk eləyib Mədinədən eşiyə çıxdılar və gəldilər Uhud dağının tərəfinə. 1000 nəfər cəmaati ki, Peyğəmbərə qoşulmuşdular, Peyğəmbərlə barabar hərəkət edirdilər Uhud dağının tərəfinə. Bu 1000 nəfərin içində bir nəfər şəxsi Abdullah ibn Übey adında var idi. Demək olar bu şəxs Abdullah ibn Übey bir münafiq sifət bir insan idi. Zahirdə belə göstərirdi ki, ey Peyğəmbər, mən səni və müsəlmanları sevirəm, amma batində, ürəkdə, həqiqətdə bu Peyğəmbərin demək olar bir növ düşməni idi. Odur ki, bu o qoşunun içində, müsəlmanların içində təbliğat apardı və təbliğatı 300 nəfərin qəlbində, ürəyində təsir elədi və demək olar 300 nəfərdə susluq yaratdı və onların əzmini qaytardı və onlarda susluq yaratdı ki, nəyə gedəsiniz, nə üçün mübarizə edirsiniz,
Ne olub sizə gedirsiniz mübarizəyə, müharibəyə, canınızı əldən verirsiniz, qayıdın, oturun yerinizdə. Bu cür. Xülasə, Abdullah ibn Ubeyyin o təbliğatı bais oldu ki, 1000 nəfərdən 300 nəfər Mədinəyə sarı qayıdə və Peyğəmbər 700 nəfər müsəlmanla Ühud dağına sarı hərəkət eləyələr ki, hərəkət elədilər, getdilər. Şəvvalın 7-sində, hicrətin 3-ündə Ühud dağının kənarında bütpərəstlərin, Qureyşin qoşununun müqabilində qərar tapdılar. Peyğəmbər Ühud dağına çatmaq həmin o məntəqənin vəziyyətini ələ gətirdi və düşmənin də mövqeyiyyətini, o oturaq məhəllini, o yerdə ki düşmən qərar tapmışdı, oranı da nəzərə aldı ki, vəziyyət bu məntəqədə nə cürdür? Bizim qoşunumuz, əskərlərimiz hansı müəyyən yerlərdə durmalıdır? Peyğəmbərin nəzərinə bir dənə bir təppə çox həssas gəldi, çox mühüm gəldi ki, bu təppəni biz saxlamalıyıq ki, əgər bu təpə, bu dağ, balaca bir dağ düşsə düşmənin əlinə, düşmən hökmən oradan bizə hücum eləyib və bizi aradan aparacaqdır. Odur ki, bir nəfər şəxsi Abdullah ibn Cübeyr adında 50 nəfərlə məmur elədi ki, Abdullah, bu 50 nəfər əskər, qoşun sənin ixtiyarında o dağda, o təpədə durmalısınız. Neçə ki, müharibə başa çatmayıb, qurtulmayıb, sizin haqqınız yoxdur. O təpəni və o balaca bir dağı əldən verəsiniz. Ta o zamanacan ki, mən deyəm, gəlin aşağıya, ən aşağıya, məsələn, gedəğin. Peyğəmbər beləncə bir hökmü və əmri Abdullah ibn Cübeyrə və o 50 nəfərə verdi ki, 50 nəfərin sərkərdəsi Abdullah ibn Cübeyr. Abdullah ibn Cübeyr apardı bu 50 nəfəri, müəyyən lazım olan bir yerlərdə bu 50 nəfəri qərar verdi və Peyğəmbərin hökmünü və əmrini onlara təkid elədi ki, eşitdiniz ki, Peyğəmbər nə buyurdu? Odur ki, müsəlmanlar birinci bu Ühud müharibəsində çox yaxşı qədəm götürdülər və lazım olan müəyyən bir yerlərdə durdular və düşmənin şərrini özlərinə qaytardilər. Və bunun üçün mən lazımdır sizin xidmətinizə ərz eləyəm. O zaman müharibələrdə o məsələyi ki, çox mühüm idi və lazım idi ki, hər iki tərəf demək olar onu riayət eləyə, o ibarətdir müharibədə olan bir baydaqdan, yəni hər tərəf, İslam tərəfi və yaxud deyəlim, müşriklərin tərəfi çalışırdılar ki, həmişə qoşunun içində bir neçə nəfər qüdrətmənd, güclü, yaxşı cavan bu baydaqları, yəni o müharibənin baydağını ələ ala və o baydağı əldə saxlaya və neçə ki o baydaq yerə gəlməyib, mənası budur ki, o qoşun öz qıçının üstündə durub, rəhbəri məhfuzdur, heç nə olmayıb və qalibdir. Amma elə ki, o ələm və baydaq bir qovlu məruf yatdı yerə, o əlamət və nişanı budur ki, düşmən daha yavaş-yavaş istəyir məğlub ola və o tərəfi müqabil istəyir qalib ola. Odur ki, elə ki müharibə başlandı, müharibənin elə bədvində, əvvəlində başlanmasında ki, düşmənin içində 9 nəfər məruf, məşhur, qüdrətmənd və güclü bir adam ki, o düşmənin içində olan baydaqları ələ almışdılar. 9 dənə baydaq
putperestlerin içindeki esirdi ve görsənirdi. Ali aleyhisselam ki başka Müslümanlarla onlara həmlə elədi və müharibə başlandı. Elə birinci dəfədə, yəni əvvəlinci qədəmdə o 9 nəfəri dalbadal aradan aparıb həlak eləyib, onlar yerə töküldülər və onların aradan getməsi ilə də elə baydaqlar da yerə gəldi, o ələmlər də yerə düşdü. Bu ələmdarların və baydağı əldə saxlayanların aradan getməsi və ələmin yerə gəlməsi, o baydaqların yerə gəlməsi səbəb oldu ki, düşmənin qalan əskərləri və qoşunu ruhiyyəni əldən verə, ruhiyyə istiqamət o, müqavimət o, mübarizə onların əlindən getdi və o səbəb oldu ki, düşmən yavaş-yavaş geri qayda, dalı qayda və meydandan çıxa və belə də oldu, çoxları da çıxdılar. Bu vəziyyətdə ki, Abdullah ibn Cübeyr o 50 dənə müsəlmanla ki, o təpənin üstündə idilər, bu vəziyyəti görəndə ki, gördülər düşmənin o baydağını saxlayır, həlak olub aradan getdi, ələmləri yerə gəldi və düşmən geri qayıtdı və meydanı ehsas elədilər, tərk elədilər. Oradaydı ki, o 50 nəfərdən 40 nəfəri bu qəsdlə ki, gedəğin biz orada yerə tökülən əşyanı, ləvazimatı, o qənaimi ələ gətirəğin və özümüz üçün götürəğin. Orada, o təpənin üstündə ki, Peyğəmbər təkid eləmişdi, kökmən orada qalmalısınız, oranı əldən verməyin. Ancaq onların, o 40 nəfərin tamahı bais oldu ki, o təpəni boş qoyub qayıtdılar meydana ki, qənaimi yığalar. Çünki gördülər, düşmən bəzi bir silahları, ləvazimatı, əşyaları töküldülər yerə və qoyublar, qaçırlar. Qayıtdılar meydana ki, meydanda öz lazım olan bir əşyalarını yığalar. Buradaydı ki, 10 nəfər Cübeyr ibn Abdullah qaldılar o təpənin üstündə. Belənci bir vaxtda bir nəfər şəxsi Xalid ibn Vəlid adında ki, gördü, o təpə adamdan boşaldı. Yəni 50 nəfərdən 10 nəfər o həssas və lazım olan bir yerdə 10 nəfər ancaq qalıbdı. 40 nəfər tökülüb gəlib aşağıya, meydana. Bu fikirən ki, düşmənin qənimətini, malını, silahını, bəzi bir lazım olan əşyasını özü üçün götürə. Odur ki, Xalid ibn Vəlid bir sıra müharibə və mübarizə eləyən bir cavanlarla ki, kəmində durmuşdular, gizlənmişdilər. Bu mövqiyyəti görəndə arxadan həmlə elədilər həmin dağa. O 10 nəfəri və o Abdullah ibn Cübeyri ki, 10 nəfər də onun yanındaydı, öldürüb aradan apardılar, onları şəhadətə yetirdilər. Onların aradan getməsi bais oldu ki, düşmənin içində bir növ ruhiyyə yarana. O tərəfdən düşməndə bu xasiyyət var idi ki, özləri ilə gələndə müharibəyə və mübarizəyə bir neçə dənə müəyyən, qüdrətmənd və ruhiyyəli qadın gətirirdilər. Orada ki, o qadın vardı, bu vəziyyəti görəndə ki, gördü Xalid ibn Vəlid o təpəyə bir neçə qoşunla, əskərlə hücum elədi və onları aradan apardı və şəhid elədi. Bu mövqiyyətdə, bu cür bir vəziyyətdə gedib o baydaqların bir neçəsini əlinə alıb baydaqları qovzadı və düşmən o baydaqları görmək ilə ruhiyyəyə gəldi, hiss elədi ki, hələ də baydaq yatmayıb, baydaq yenə qalxdı və lazımdır ki, qaydələr Peyğəmbərə, Peyğəmbərin əshabına
Peyğəmbərin qoşununa, müsəlmanlara həmlə eləyələr. Odur ki, o ələmin yuxarıya getməsi ilə bais oldu ki, düşmən mücəddədən yenidə həmlə eləyə və həmlə elədilər, gəldilər. Elə bir şərait yarandı müsəlmanların içində. Daha müsəlmanlar o ittihadı, ittifaqı, birliği və bir qismətdə duran, bir qismətdə müəyyən olan bir yerlərdə durmağı əldən verdilər. Daha bir növ iftiraq və fasilə yarandı bu müsəlmanların arasında. Çoxlu bir insanlar daha eləyə bilmədilər bu müharibədə davam gətirələr və o tərəfdən düşmənin artıq həmlə eləməsi, hücum gətirməsi müsəlmanlara bais oldu ki, müsəlmanların çoxu bu müharibədə geri qayıtdılar və öz canlarını nəcat verməyə meydanı tərk eləyib meydandan qaçdılar. Odur ki, təqribən demək olar, hududu 70 nəfər o ikinci həmlədə müsəlmanlar canlarını əldən verdilər, şəhadətə yetişdilər və qalanların çoxu da meydanı tərk edib qaçdılar. Bir az iddət demək olar orada Peyğəmbərlə qaldılar və Peyğəmbərdən difa elədilər. O cümlə o kəslərdən birisi ki qaldı orada ta axirə qədər, ta axirəçən Peyğəmbərdən demək olar orada himayət elədi və Peyğəmbərdən difa elədi və Peyğəmbəri təh qoymadı, Ali əleyhissalamıdır. Ali əleyhissalam və bir az da müsəlmanlardan ta axiri nəfəsəcən qaldılar. Peyğəmbəri şəhadətə yetişməmişdi. Yəni vəziyyət bir cürüdür ki, əgər Əlinin himayəti olmasaydı, Ali əleyhissalamın difası olmasaydı, qət'ən Peyğəmbər şəhadətə çatacaqdı. Amma Ali əleyhissalamın o güclü, qudrətmənd difası ki, düşmən sağdan, soldan, qabaqdan Peyğəmbərə həmlə eləyirdi, hücum eləyirdi. Amma Ali əleyhissalam o Zülfiqarla bunların hər tək-təkini aradan aparıb dəf elirdi və qoymurdu Peyğəmbərin vücudu müqəddəs və nazəninə sədmə dəyə, zərbə dəyə. Bundan belə baxmayaraq, bundan belə ki, öz vücuduna çoxlu bir qılınc yarası, ox yarası və zərbə dəydi, çoxlu ziyanlar Ali əleyhissalama çatdı. Amma axirin nəfəs açan Peyğəmbərdən difa elədi və Ali əleyhissalamın haqqında Cəbrail əmin Uhud müharibəsində yerlə göyün arasında səsləndi. La fəta illa Ali, la seyfə illa Zülfiqar. Qılınc və şəmşir yoxdur Zülfiqardan başqa və cavan yoxdur Əlidən başqa. Yəni Əli əleyhissalam idi ki, Zülfiqarın vasitəsilə düşmənin ağır və güclü hücumunun qabağını alıb və qoymadı Peyğəmbərə bir sədmə yetirə. Bu müharibədə İslamın bəzi bir böyük şəxsiyyətləri də şəhadətə yetişdi. O cümlədən Həzrəti Həmzə Seyyid-i Şühəda. Söhbətimiz burada başa çatır. İnşallah hicrətin ikisində vaqe olan, hicrətin üçündə vaqe olan bir hadisələri də gələn söhbətimizdə sizi əzizlərin xidmətinə çatdırırıq. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.